Mal dilini çox sevirəm, amma evdə ilk dəfə idi hazırlayırdım. Gəlin görək necə hazırlamışam. Səsimdəki nasazlığa baxmayaraq istədim ki, bu gözəl səsimlə videonu səsli şəkildə izah edim. Dili əvvəlcə yaxşı-yaxşı yudum və bir müddət təmiz suda saxladım. Qazanda su qaynatdım və qaynayan suyun içinə dili əlavə edib 15 dəqiqə qaynatdım. 15 dəqiqədən sonra qazandakı suyu təzələdim. Və təzələdiyim suyun içinə 3-4 ədəd dəfnə yarpağı, 4-5 ədəd qara dənəvər bibər, 1 baş orta boy soğan və 1 ədəd kök əlavə etdim. Bundan sonraki mərhələ sadəcə gözləməkdir. Düz 3 saat qaynadı. 3 saatdan sonra az qalmışdı ki, qazan yumşalsın, nəhayət ki, dil özü yumşaldı. Yumşaldığına əmin olandan sonra dili çıxartdım və bir müddət soymağa qoydum. Sonra dərisini soydum və dilimləməyə başladım. Bilmirəm, dili çox sevdiyim üçündür, ya necə, mənə həqiqətən də ləzzət elədi bunun dadı. Niyə indiyənə kimi evdə hazırlamamışam, özümə təəccüb etdim.